Salam, hər vaxtınız xeyir. Bugün biz buraxılış imtahanı və digər imtahanları düşə biləcək testlərin formatında olan sınağa baxacağıq. Gəlin başlayaq. Birinci siz suala baxın, ardınca mən izahə verim. Choose the correct variant. Düzgün variantı seçin deyir. Burada indi biz variantlara baxırıq. Görürük ki, burada əvəzliklər var. Personal pronouns, bir də possessive pronouns. Yəni, şəxs əvəzlikləri və yəlik əvəzlikləri. Bu boşluğa bütün şəxs əvəzlikləri uyğun gəlir, amma ikinci boşluğa baxsaq, ikinci boşluq, yəni əsas bu isə lazımdır. Özündən sonra isim gəlir. Yəlik əvəzliklərində belə bir qayda var. Müstəqil və asılı forma. Müstəqil formatın qaydası budur ki, özündən sonra isim istəmir. Asılı forma qaydası odur ki, özündən sonra isim istəyir. Baxırıq. Theirs, onlarınki ola bilməz. Hers, onunki qadın cinsinə aiddir, ola bilməz. Ours, bizimki ola bilməz. Yəni bu üçü də özündən sonra isim istəyir. His. His həm müstəqil olur, həm aslı olur. Özündən sonra isim gələrsə aslı, isim gəlməzsə müstəqil. Yəni D variantı düz ola bilər. Y variantına baxaq. Burada yazıblar you, yours. Ola bilməz. Yours çünki səninki deməkdir. Özündən sonra isim gələ bilməz. Yanlışdır. Choose the correct variant. Yine de düzgün variant istəyir. Baxırıq ki, burada sifət və sifətin dərəcələrinə aid bir sualdır. Biz yəni cümləni tərcümə etməyə ehtiyac yoxdur. Hələ burada zənn görən kimi bilməliyik ki, bu müqayisə dərəcəsidir. Müqayisə dərəcəsində iki qaydası var. Tək hecalarda sona er qoşulur. Çox hecalarda əvvəlində mor yazılır. Qaydası budur. Baxırıq important. Çox hecalıdır. Çox hecalı olduğu üçün nə etməliyik? Əvvəldən mora davam etməliyik. Doğru variant C variantı. Üçüncü suala baxaq. Burada bizdən compound nouns, yəni mürəkkəb isimləri seçin deyir. Onu istəyir. Baxırıq birinci suala. Leadership. Ship burada derivative nouns, yəni ki, düzəltmə isimləri şəkilçi kimi, sufiks kimi çıxış edir. Ona görə bu ola bilməz. Ship burada müstəqil bir məna vermir. Amma bəzi sözlər var ki, məsələn, spaceship, battleship, döyüş gəmisi, sonra spaceship, kosmik gəmi. Ship orada gəmi mənası verir. O sözləri də yadda saxlasaq yaxşı olar. Amma burada müstəqil məna vermir. Bu anniversary sözü sadə sözdür, ola bilməz. Information, yenə də derivative nouns, düzəltmə isimdir. Bu da ola bilməz. Moonlight ola bilər, movement isə ola bilməz. Ment şəkilçisi var burada. Bu da derivative nounsa aiddir. Doğru variant Y variantı. Seaside, dəniz kənarı və airmail, hava poçtu. Yəni iki müstəqil sözdür. Birləşib məna verir. Yenə də düzgün variantı seçin istəyir bizdə. Baxırıq ki, variantlarda nələr var? Xəbərlər. Xəbərlər, yəni feilin zaman formaları. Biz bura baxırıq at the time, yesterday. Bu hansı zamanda işlənir? Keçmiş davam edicidə. Burada has var, çıxırıq, will var, çıxırıq, rained var. Keçmiş zamandır. Keçmiş zaman olmasına baxmayaraq bizə nə lazımdır burada? Davam edici. Sadə zaman yox. Bu düzdür, davam edici zamandır. Bu da keçmiş zamandır. Doğru variant. Is raining isə indiki davam edici zaman olduğu üçün düz gəlmir. Yəni onu da çıxırıq. Yenə də doğru variantı seçin. Deyir, burada baxırıq ki, nələr var? Yenə əvəzliklər. Baxın, yenə deyirəm, cümləni tərcümə etməyə falan ehtiyac yoxdur burada. Yalnız biz nəyə baxırıq? Of və xəbərə. Was. Yəni, nöqtələrdən, boşluqdan sonra gələn sözə və xəbərə baxırıq. İlk ola bilər. Özündən sonra of gəlir, xəbər də təkdə olmalıdır. Yəni, xəbər təkdə tələb edir. Every xəbər təkdə tələb edir. Amma özündən sonra of gələ bilməz. Çıxdıq. Was. Xəbəri cəmdə olmalıydı. Məsələn, word olsaydı boz ola bilərdi. Some da xəbəri cəmdə istəyir. All da xəbəri cəmdə istəyir. Doğru variant A variantı. Yenə də doğru variantı seçin deyir. Baxırıq, burada article var. Article.
İndi biz bəzi şeylər yadda saxlamalıyıq. Çünki artikel bölməsində sabit ifadələr var ki, içərisində həm qeyri-müəyyən artiklı, həm də müəyyən artikl işlənir. Onları yadda saxlasaz, oxusaz, öyrənsəz yaxşı olar. At the bottom da onlardan biridir. Nə istəyir? Z artiklı istəyir. Bunları çıxdıq və of-dan sonra gələn sözdə Z artiklı olmalıdır. Yəni, istəyir o da. Ona görə doğru variant qaldı. Yəni, Y variantı A da səhvdir, C də səhvdir. Yəni, of-u görə biz burada Z artiklı yazdıq. Burada bizdən positive voice istəyir. Positive voice. Yəni, məchul növ. Baxırıq cümləmizə. Cümləmizdə the boat. Baxdıq xəbərimiz nədir? Keçmiş sadə zaman. Yəni, past simple zamandır bu. Past simple olduğu üçün biz to be'nin formalarından istifadə etməliyik. Yəni, passive voice-ə belə bir qayda var. Əgər sadə zamanlardırsa, sadə zamanlar biz passive voice-ə çevirmək istəyiriksə, to be'nin formalarından istifadə edirik. İndiki sadədirsə, am, is, are. Sonra, keçmiş sadə zamandırsa, was, were. Gələcək sadə zamandırsa, will be, shall be. Bunlardan istifadə edirik. Baxırıq, bu keçmiş sadədir. O zaman biz nə axtarmalıyıq? Was, were. Və burada both-dan sonra gələn söz tamamlıq olduğu üçün onu əvvələ keçiririk. Görürük ki, hamısında a lot of part əvvəldədir. Deməli, düzdür. Amma xəbərlər baxırıq, is. Ola bilməz. Was var. Amma burada will be var. Bizə was lazım idi. İndi baxırıq ki, bu üçündən hansı düzdür? Was-dan sonra been işlənə bilməz. Been. Bu bitmiş zamanlara aiddir. Əgər biz bitmiş zamanı passive voice çevirmək istəyiriksə, have-dirsə have been edirik. Had-dirsə had been. Bu formada yazırıq. Burada been çıxdı. Bu ola bilər. Özündən sonra, yəni to be'nin forması feilin üçüncü formasını tələb edir. Both ola bilər. But, was, but. Amma burada them işlənir. İndi bir şey də deyim. Əgər biz mübtədanı passive voice işlətmək istəyirik, yəni passive voice olan cümlə içərisində işlətmək istəyiriksə, onu by ilə yazmalıyıq. By them olmalıydı. Burada aciz them yazdım, ona görə səhvdir. Burada isə bizdən gördüyünüz kimi modal feilləri istəyir. Düzgün modal feilləri biz yazmalıyıq. Burada tərcümədən əlavə, yəni cümlə başa düşmək var. Deyir ki, bu dar küçədə park salmasına icazə verilmədi. You find, yəni siz tapmalısınız park üçün yer. Yəni siz park üçün yer tapmalısınız. Tapmalısınız, tapmamalısınız. İndi onları ayıracağıq. Tek boyaq yazar. Odur. Gərək park üçün yer tapasınız. Ola bilər. Biri seçdik. Don't have to. Bu ola bilər, amma məna düz gəlmir. Belə olur ki, yer tapmamalısınız. Düz gəlmir axı. Have to. Ola bilər, park üçün yer tapmalısınız. Needn't. Yəni, park üçün yer tapmağa ehtiyac yoxdur. Bu da düz gəlmir. Ona görə doğru variant 1-3. B variantı. Yenə də doğru variantı istəyir. Baxırıq burada yenə nə var? Sifət və sifətin dərəcələri. As var. Əgər biz as görürüksə, bu sifətin adi dərəcəsidir. Yəni, adi dərəcə olduğu üçündəki əvvəlinə söz yazdırır, sonrasında söz yazdırır. Bu da olmaz. More'dur. More müqayisə dərəcəsindədir. Most'dur. Üstünlük dərəcəsindədir. Hətta Z artiklı belə yoxdur. Bright ola bilər. Düzgündür. Brightest və brighter bu düzgün deyil. Çünki çox heyecanlı olduğu üçün more və most ilə düzəlir. Və son sualımıza baxaq. Deyir ki, possessive case, yəni ki, yəlik halda olan cümlələri seçək. Baxırıq birinci cümləyə, görürük ki, burada ankles var. Bu yəni, bəzi sözlər var ki, özündən sonra gələn söz ixtisara düşür və apostrof S qalır, yəni yəlik halda qalır. Burada ankles sözündən sonra home sözü olmalıdır. İndi o ixtisara düşür. Yəni, bu normal bir qaydadır. Biri seçirik. Burada baxırıq ki, 2 dənə insan adı verilib. Yəni, 2 şəxs verilib. Əgər bir əşya 2 şəxsə aiddirsə, eyni anda hər ikisinə aiddirsə,
Sonuncusunun da sonuna S yazdır. Əgər yox, hər birini özünə məxsusdursa, hər ikisinin sonuna apostrof S yazdır. Əgər bədən üzvüdürsə, yenə hər ikisinin sonuna apostrof S yazdır. Yəni ki, bədən üzvüdür. Bu nə mənə, nə sənə aid olan bir şey deyil. Yəni hər kəsin özünə məxsus olan gözü var, əli var, ayağı var. Ümumi mənada işlənə bilməz. Ona görə biz burada 2-ni seçirik. 3-ə baxırıq. Burada düz gəlib, amma S-in yeri düz işlənməyib. S burada yox, burada gəlməli idi. Yəni apostrofun yerini digər tərəfə yazsaydıq, S-i bu tərəfə keçirsəydik düzgün olardı. Amma bu səhvdir. Burada baxırıq ki, Z ilə verilib. Z ilə verilibsə, bu bir ailəni bildirir. Ailəni bildirəndə biz xüsusi ismin sonunda S yazmalıyıq. Yəni burada da yenə S-in yeri dəyişik düşüb. S burada olmalıydı, sonra apostrof olmalıydı. Ona görə bu da səhvdir. Doğru variant 1, 2. O da Y variantı. Və bu günlük bu qədər. Bu suallara baxdıq. Bu tipdə sualların davamını gəlməsi istəyirsinizsə, kanala abunə olun, videonu bəyənin və daha çox bu tipdə izahlar çəkim, sizin üçün paylaşım. Növbəti videolarda görüşərik.